yəqin ki, hər mühasibə verilən standart bir sualdır. Excel mühasibin sağ qoludur. Qərarları qəti olur. Bunu əslində heç kim deyə bilməz. Elə bilirlər ki, mühasiblər sadəcə otururlar, mühasibə olmayın. Əhmədova Günay. Bu gün sizə mühasibatlıq haqqında danışacağıq. Mən 10 ildir ki, mühasibə olaraq fəaliyyət göstərirəm və öz təcrübələrimi sizinlə bölüşəcəm. Riyaziyyatı zəif olan biri mühasib ola bilər. Bu, yəqin ki, hər mühasibə verilən standart bir sualdır. Ola bilər. Amma analitik qabiliyyəti güclü olmalıdır. Çünki riyazi məsələləri onsuz da sənin yerinə Excel eləyir. Hazırda AI-lar bununla məşğul olur. Yəni sən heç bir riyazi hesablama eləmirsən. Sadəcə həmin rəqəmləri analiz eləmək üçün sənin analiz qabiliyyətin və belə deyək, iti zəkan olmalıdır. Maliyyə və mühasibatlıq arasındakı fərqlər nələrdir? Əvvəlcə maliyyə və mühasibatlıq haqqında danışmaq istəyirəm. Bu iki ixtisasın fərqindən danışmaq istəyirəm. Mühasibatlıq böyük şirkətlərdə mühasibatlıqlar fərqli departamentlərə bölünür. Məsələn, xərclər üzrə mühasib var, vergi üzrə mühasib var, satış-alış üzrə mühasib var. Bu mühasiblərin əsas işi uçotu düzgün aparmaqdır. Vergi mühasibinin işi isə həm də dövlətə lazımi hesabatları düzgün qaydada tərtib edib göndərməkdir. Lakin maliyyə şöbəsinin işi isə bu rəqəmlər və daxil edilmiş məlumatlar əsasında müəyyən hesabatları hazırlamaq və gələcək üçün qərar qəbul etməkdən ibarətdir. Mühasib olmaq istəyənlər universitet dövründə nələrlə məşğul olsalar, onlar üçün belə deyək, bu təcrübəyə atlamaq daha asan olar. İşə başlamaq, universitetdən sonra iş tapmaq daha asan olar. Mənim onlara tövsiyəm olardı ki, ACCA imtahanlarına vaxt itirmədən universitet dövründə başlasınlar. Amma bunu yalnız sertifikat almaq üçün eləməsinlər. Oxuduqları predmeti dərindən başa düşsünlər, çünki bu onlara həqiqətən də praktikada lazım olacaq. Onu necə istifadə etmək lazımdır, məntiqini başa düşmək lazımdır və hazırda bazarda bu sahədə belə deyək, güclü rəqabət var. Universitet tələbələrinin demək olar ki, UNEQ tələbələri universiteti bitirəndə artıq onların minimum 3-4 ACCA sertifikatı olur. Məndə bunlardan cəmi ikisi var və peşəkar mühasib sertifikatı və unutmasınlar ki, mühasibatlıq özü də fərqli yönlərə bölünür. Mühasibatlıq əslində çox şaxəlidir. Bu da onların işlədiyi şirkətlərdən asılı olaraq dəyişəcək. Universiteti bitirdikdən sonra bir çox tələbə fokuslanır ki, çox məşhur holdinqlərdə, iri şirkətlərdə işləsinlər. Amma mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, böyük şirkətlərdə işləmək əlbəttə ki, prestijdir, sizin ixtisaslaşmağınıza kömək eləyir. Amma universiteti bitirdikdən sonra və ilk təcrübələrinizdə mən hamınıza tövsiyə eləyərdim ki, daha kiçik bir şirkətdən başlayasınız, əgər mühasib olmaq istəyirsinizsə. Çünki kiçik şirkətlərdə siz mühasibatlığın bir neçə qolunu görəcəksiniz. Tam əhatəli şəkildə mühasibat uçotu necə aparılır, bununla tanış ola biləcəksiniz. Yəni həm alışı, həm satışı, həm idxalı, maya dəyərinin formalaşması, vergi, əmək haqqı hesablaması, yəni burada say biləcəyim çox məsələlər var ki, onları birəbir özünüz də iştirak eləyib təcrübə qazana biləcəksiniz. Amma böyük şirkətlərdə belə deyim, mənfi olaraq sadalaya biləcəyim bir xüsusiyyət isə odur ki, siz yalnız bir sahə üzrə ixtisaslaşacaqsınız. Məsələn, vergi mühasib olaraq ixtisaslaşacaqsınız və yaxud da belə deyək, idxal əməliyyatları üzrə, alış və yaxud da satış əməliyyatları üzrə ixtisaslaşacaqsınız və yaxud da əmək haqqı mühasibə olaraq ixtisaslaşacaqsınız və mənə elə gəlir ki, universiteti bitirən biri üçün bu bir o qədər də maraqlı olmayacaq. Amma siz kiçik şirkətdən başlasanız və özünüzü tapsanız, ətraflı məlumatınız olsa, ümumi mühasibat uçotunun bütün dövrü haqqında, yəni dövriyyəsi haqqında, nə hardan başlayır, nə harda bitir, hansı proses hansına təsir eləyir. Məsələn, alış prosesi satış prosesinə əlbəttə ki, təsir eləyir. İdxal prosesi o da satış prosesinə təsir eləyir. Bunların hamısını bilsəz, böyük şirkətlərdə işləmək sizin üçün daha asan olacaq. Böyük şirkətlərin üstünlüyü də odur ki, siz orada korporativ mühitdən yaxından tanış olursunuz. Həm prestij anlamında sizin üçün daha uğurlu ola bilər. Mühasib əslində nə iş görür? Mühasib əslində nə iş görür? Yaxşı sualdır. Elə bilirlər ki, mühasiblər sadəcə otururlar və bəziləri elə bil ki, yalnızca qaymə yazırlar və yaxud da hansısa məlumatları sistemə daxil eləyirlər. Yox. Mühasibin gördüyü işlərin sırasına daxildir, amma mühasib hər daxil elədiyi məlumatın arxasında olan sənədləşməni də bilməlidir. Yəni o məlumatlar lazımi sistemə elə belə daxil edilmir. Bunlar araşdırılmalıdır. Həmin rəqəmlərin hardan gəldiyi bilinməlidir və yekunda mühasib balansa cavabdeh olan biridir. Yəni mühasib yalnızca rəqəmləri idarə etmir. Vergi hesabatlarını mühasiblər hazırlayır, göndərir ki, bu vergi deyəndə əslində hər kəs qorxur. Ona görə də mühasibatlığın biraz da stressli tərəfləri var. Bunlardan qorxmaq
danışmaq, çəkinmək lazım deyil. İngilis dili mühasiblər üçün nə qədər vacibdir? Mənim mühasibatlıq təcrübəm Azərbaycanda olan 95% mühasibdən fərqlənə bilər. Çünki ətrafımda elə bir mühasib tanımıram ki, remot olaraq hansısa xarici bir şirkətlə işləsin. Nə gözəl ki, mən bu şansı əldə etmişəm və hazırda xarici şirkətlərlə işləyirəm. Əgər onların qarşısındakı məqsəd sırf xarici şirkətlərlə işləməkdirsə, sözsüz ki, ingilis dili burada ünsiyyət dili olaraq onların bilməli olduğu bir nömrəli belə deyək, bacarıqdır. Digər tərəfdən ACCA imtahanlarını vurğuladım. ACCA imtahanları da ingilis dilində verilir. Buna görə də mütləq şəkildə ən azından düşünürəm ki, B2 səviyyəsində ingilis dilinə sahib olmalıdırlar. Excel bilmədən mühasib olmaq mümkündür? Excel bilmədən mühasib olmaq mümkün deyil. Nə qədər AI da olsa, siz nə qədər promptda yazsanız ki, mənə bunu belə eləyin, yox. Excel mühasibin sağ qoludur. Bu indi üçün belədir. Excel bilmədən mühasib olmaq olarmı? Belə mühasiblər var, amma yaş ortalaması 50-55-dən çoxdur. Yəni çoxdanın işçiləridir belə deyək. Əlbəttə onlar Excel-i mükəmməl səviyyədə istifadə edə bilmirlər, amma bu o deməkdir ki, heç də istifadə etmirlər. Onlar da çalışırlar ki, öyrənsinlər. Ona görə mən hesab edirəm ki, Excel-i bilmək kifayət qədər vacib məsələdir. Dövlət və özəl sektorda mühasib işləmək arasında əsas fərqlər nələrdir? Mən heç vaxt dövlət sektorunda işləməmişəm. Daha doğrusu işləmək istəməmişəm. Yalnız özəl sektorda fəaliyyət göstərmişəm. Dövlət sektoru haqqında belə bir şey deyə bilərəm ki, məncə nəyə görə işləmək istəməmişəm? Çünki məncə onların qərarları qəti olur. Siz onların dediyi şərtlərin hamısına uyğunlaşmalısınız. Siz bilirsiniz ki, siz harda işləyəcəksiniz və bu dövlət orqanıdır. Adi bir misal çəkim, məsələn, hər gün klassik geyimdə işə getmək, bu mənim üçün qəbul olunan bir şey deyil. Mən rahatlığımı sevən biriyəm. Yəni əgər o strukturda işləməyi bacaracaqlarsa, belə bir fərq görmürəm iş olaraq. Bəlkə bəzi dövlət qurumları sırf büdcə təşkilatı kimi fəaliyyət göstərir və onunki özəl sektordan daha fərqlidir. Amma mən yenə də özəl sektoru daha rəqabətli və prestijli olaraq dəyərləndirərdim. Onlar daha tez dəyişiklikləri özlərində tətbiq edirlər. Məsələn, mənim indi işlədiyim şirkətdə öz ERP sistemimizdə AI-dan istifadə etməyə başlamışıq. Bunu dövlətə gəlib çıxanda bu biraz gec olur. Yeniliklər daha tez özəl sektorda özünü göstərir. Xaricdə mühasib kimi işləmək istəyənlər nələrə diqqət etməlidir? Əgər xaricdə mühasib kimi işləmək istəyirlərsə, əlbəttə ki, ingilis dilini özlərini ifadə edə biləcək dərəcədə yaxşı bilməlidirlər. Onları digərlərindən fərqləndirəcək olar sertifikatlara sahib olmalıdırlar. Məncə əvvəlcədən iş təcrübələri olsa onlar üçün daha yaxşıdır və əgər onlar xaricdə işləyəcəklərsə, mütləq ki, həmin xaricin də vergi sisteminə bələd olmalıdırlar və hətta bəzi xarici ölkələr belə deyim, mühasib üçün öz dillərini istəyirlər. Məsələn, siz Çexiyada gedib əgər mühasib olmaq istəsəz, sırf maliyyəçi yox, mühasib yenə deyirəm, onlar sizdən mütləq ki, çex dilini bilməyinizi tələb eləyəcək, onların vergi sistemini bilməyinizi tələb eləyəcək. Amma maliyyədə bu belə deyil. Maliyyə daha çox ingilis dili yönümlü ola bilir. Belə xüsusi vergi tələbləri olmur. Yəni sadəcə bilsəniz ki, hansı vergi neçə faizdir, necə formalaşır, harda özünü göstərə bilər, harda xərc kimi tanınır, harda əvəzləşdirilir, bu sizin üçün kifayət eləyəcək. Süni intellekt gələcəkdə mühasiblərin işini əvəz edə bilərmi? Nə qədər gələcəkdə? Yəni 1 ayamı, 5 iləmi, 5 günəmi? Bunu əslində heç kim deyə bilməz. Əvəz eləyə biləcəyimi? Hazırda qeyd etdiyim kimi biz AI-yı öz işimizə tətbiq eləyirik. Bu sadəcə bizim bəzi rutin işlərimizi avtomatlaşdıracaq. Amma hazırda mən o AI-da olan boşluğu görürəm. AI bizim kimi onu analitik tərəfdən yaxşı analiz eləyə bilmir. Oradakı bəzi hesablardakı məsələn xətaları tapa bilmir. Bizim yerimizə də qərar verə bilmir. Ona görə bizə hələ ki düşünürəm ki, bir neçə müddət ehtiyac olacaq, amma sonrası üçün bu məncə hamıya naməlumdur. AI-dan gündəlik işinizdə necə istifadə edirsiniz? Mənim iş yoldaşlarımın çox xarici olduğu üçün mən AI-dan səmimi olaraq deyəcəm necə istifadə edirəm. Yalnız kommunikasiyada. Yəni onlara verəcəyim cavabı birinci draft olaraq yazıram. Sonra bunu götürürəm, kopyalayıram, atıram AI-ya. Deyirəm ki, bunu mənə emosiyalarımı aşağı salaraq, daha belə deyim də, siyasi olaraq yaz. Yəni nə şiş yansın, nə kabab, belə istifadə edirəm. Amma sırf mühasibatlıq tərəfdən AI-dan istifadə eləmək, Cloud kifayət qədər belə deyim, yaxşı AI-dır. Mənə çox kömək eləyir. Məsələn, Excel-də özüm funksiya yazmam, amma yenə də onu eləmək üçün də mən promptu elə yazıram ki, ona məni tam olaraq başa düşsün. Yəni Excel-i bildiyim üçün ona kifayət qədər detallı prompt yaza bilirəm və mənim işimi bir yöndən asanlaşdırır. Məsələn, mən bir dəfə ona prompt yazıram, amma hər dəfə mənim eyni funksiyanı daxil etməyimə ehtiyac yoxdur və deyirəm ki, ona məsəl üçün eyni məntiqi bu sənədə də tətbiq elə. Belə.
yenidən universitetə qəbul olsaydınız, nəyi fərqli edərdiniz? Yenidən universitetə daxil olsaydım, düşünürəm ki, xarici dil bacarıqlarımı inkişaf elətdirməyi daha erkən başlayardım. Yenidən universitetdə oxusaydım, könüllülük proqramlarında iştirak eləyərdim. Bu mənə həm yumşaq bacarıqlarımı inkişaf elətdirməyə kömək eləyə bilərdi, həm ətraf qazandıra bilərdim. İndiki tələbələrə tövsiyəm həm də bu bacardıqları qədər könüllülük proqramlarından istifadə etməklərdir. Bir cümlə ilə mühasib olmaq istəyən gənclərə hansı tövsiyəni verərdiniz? Mühasib olmayın. Bilmirəm, əslində fikirləşirəm ki, mühasib olmağı sevirəmmi? Bəzən sevirəm, amma bəzən də stressli bir iş olduğuna görə sevməyə də bilirəm. Biraz rutin iş olduğuna görə də sevməyə bilərəm. Sizin üçün rutin iş uyğundursa, siz səbirlisinizsə, yenə deyirəm və sizin texniki bacarıqlarınız bu ixtisas üçün uyğundursa, onda bu ixtisası seçə bilərsiniz. Amma xoşbəxt olmayasınız bu ixtisasda. Yəni mən xoşbəxt olan mühasib tanımıram. Nə mənada deyirəm? Çünki mühasibin işi elədir ki, bir ay sonu yaxınlaşırsa, biz həmin aya aid bütün məlumatları belə deyək, emal eləyirik, oradakı səhvləri düzəldirik. Ayı bağlamaq prosesi deyirlər buna. Və bu da gəlir növbəti ayın ortasına qədər çəkir. Və sən növbəti ayın ortasına gəlib hələ bundan əvvəlki ayın işlərini bitirmisənsə, yavaş-yavaş fokuslanırsan həmin ayın işlərinə və gözünü açırsan və yumursan, görürsən ki, növbəti ayın yenə sonudur və yenə eyni proses başlayır. Biraz yorucu ola bilər, bezdirici, darıxdırıcı.